Sualda ilk öncə cisim M nöqtəsindən hərəkətə başlayır və bizə deyir ki, KN arası sürtünməlidir. Bax, bu sürtünməli yerlərə biz işarələyək. Hər tərəfə bir X yazaq. Sürtünmə qüvvəsini şərti olaraq X-dan adlandıraq. İndi bu cisim başlanğıcda başlayanda bunun bir Y qədər enerjisi var. Sonra bax bu hissəni gələndə X qədəri itir. Axı biz bilirdik ki, sürtünmə qüvvəsi enerjini həmin qədər azalırdı da, nə qədər sürtünmə qüvvəsi olsa. İndi itdi, yerdə nə qaldı? Hara qədər çıxa bildi? MGH-a. Deməli, yerdə elə MGH qədəri qaldı enerjinin. Bütündən çıxdım X-i, yerdə MGH qaldı. Davam edək. Sonra, bax bu MGH-dan gəlir. İndi görək, hara qədər gələ biləcək? K-ya qədər gələ bildi. Bura sürtünməsizdir. Necə var, elə də gəlir. Yəni, bu N nöqtəsinə MGH qədər gəlir. Buradan artıq 3X qədər gələ bilir. Bu o deməkdir ki, 3X bərabərdir MGH-a. Onda nə edirik? MGH-ın yerinə buradan 3X yazsaq, Y bərabər olur nəyə? Bu X-i də üstəgəl kimi atanda 4 dənə X-a. Y bərabərdirsə 4X-a, MGH da bərabərdirsə 3X-a, onda deyir Y-nin içində neçə dənə MGH var? Onda nə edirik? Götürürük Y-ni, yəni bax bu 4X-i, bölürük MGH-a, yəni 3X-a. X-lar gedir, yerdə 4/3 qalır.